Neçə vaxtdır ürəyim bişməgənd istəyirdi. Uşaq vaxtı çox hazırlayırdıq. Baxdım ki, necə hazırlaya bilərəm. Bir dənə YouTube'dan tapdım. Sadəcə tam ağlımda değildi. Su tökürdük ya tökmürdük buna. Çox yox, biraz su tökdüm mən də. Əvvəl deməli pesoku qoydum tavaya, əritdim. Yapışıb, bir də ayırım göstərəcəm. Pesoku qoydum tavaya, əritdim, qəşəng. İçinə susam qatdım, 2 xörək qaşığı. Mən 3 stəkan pesokdan elədim. 2 xörək qaşığı da susam qatdım. Ondan sonra karamelize olandan sonra biraz da su qatdım. Amma kaş qatmazdım su. Sonra bəs dedim ki, kaş su qatmazdım. Nəsə mürəbbə suyu falan qatardım buna. Belə, amma çox dadlı oldu da, dəhşət. Nə bilim, əslində şəkərdən elə bir fərqi yoxdur, amma içinə nə bilim darçın qatdım, susam qatdım, vanil qatdım. Həm qoxulu olsun, həm fərqli dad gəlsin deyə dadı da çox qəşəng oldu. Uşaqlarınız üçün də falan belə hazırlaya bilərsiniz, özünüz üçün, uşaqlarınız üçün. Çox dadlı bir şey alınır. Mən də bir çay süzdüm özümə, çayla içəcəm. Mənə nuş olsun. Kanalıma və yeni vloguma xoş gəlmisiniz. İnşallah ki, yaxşısınız və hər şey yaxşıdır həyatınızda. Yanvarın əvvəlindən bu yana vlog paylaşmağı artırmışam. Həftədə 2 dəfə mütləq şəkildə vlog atıram. Ən yaxşı halda isə 3 dəfə vlog paylaşıram. Əslində vloglarımın sayı ən az 200 olsun istəyirəm. Vlog video sayı nə qədər çox olsa, o qədər yaxşıdır. Çünki əvvəlki videolarımda daima dövr edir, izlənilir. Hazırda uzun vlog sayım heç 20 deyil. Ona görə də daha çox video çəkəcəm. Məndə elədir ki, sırf motivasiya ilə işləyirəm. Vloqlar yaxşıdırsa, izlənmə yaxşıdırsa, motivasiyam yüksəlir və arxa-arxaya vloqlar çəkirəm. Sizə Instagram hesabımdan danışım. Yadınızdadırsa bir neçə vlog əvvəl sizə demişdim ki, Instagrama vaxt ayırıb kontent çəkə bilmirəm. Amma çox şükür son bir həftədir Instagramı aktivləşdirmişəm. Həm storyləri, həm də reelsləri stabil olaraq hər gün bir reels atıram. Həqiqətən adət eləməkdən çox şey asılı imiş. Çalışıram sevdiyim işləri adətə çevirim. Belə götürəndə kiminsə işində işləyib, onun işini aktivləşdirmək üçün 9-6 iş rejimində işləyirik və ay sonu sadəcə əlimizə gələn çox az cüzi bir məbləğ olur. Amma öz işimizə gələndə isə biraz motivasiya ilə, biraz zəif işləməyə başlayırıq. Amma əslində bu əksinə olmalıdır. Öz işimizə daha çox canfəşanlıq yaratmalıyıq, canfəşanlıq eləməliyik ki, öz işimizi qaldıraq və heç kimdən asılı olmayaq. Heç kimin də ağzından çıxan bir kəlmə sözə möhtac qalmayaq. Vlog çəkməyə kənardan çox asan görünsə də, əslində o qədər də asan bir şey deyil. Çünki sənin videoların onlarla insanın qarşısına çıxır. Çünki bu videolarda danışdığın sözlər çox önəmlidir. Düşündüyün fikirlərin hamısını deyə bilmirsən və yaxud düşündüyün fikirlər bəzilərinə, hamıya maraqlı olmaya bilir. Ona görə də sən auditoriyanı tutub auditoriyaya uyğun mövzu seçməlisən ki, onun ətrafında bir mövzu qurasan. Bu baxımdan biraz çətindir, həm də maraqlıdır. Çoxdandır maraqlı və sadə bir vlog axtarırdım. Amma belə bir aycığı görən kimi o dəqiqə aldım. Çox rahatdır, həm də ki, çox gözəldir. Çox səs çıxaran vlogları çox sevmirəm. Ona görə bu şirin vlogu aldım. Bir də belə bir rezinlər aldım. Bunların ikisini Araz marketdən mən 2 manat alırdım. Bu mağazadan isə 4-ünü 1 manat əldə elədim. Çox yaxşıdır həqiqətən. Çoxdandır San Sebastian cheesecake istəyirdim. Buna görə də alış-verişə getdim və pudra şəkərləri mənə lazım idi. Reseptdə 190 qram idi. Evdə var idi əslində, amma 25 qram idi. O səhv eləmirəmsə balaca paketdə. Ona görə də pudra şəkərlərinə baxdım və qarğıdalı nişastası. Daha çox sizə bir şey deyim. Paxlavaları unla deyil, nişasta ilə açanda daha gözəl olur. Onu mən yeni öyrənmişəm və inşallah bir dəfə yenə paxlava bişirəndə nişasta ilə açacağam onun xəmirini.
Bütün alış-verişim ümumi 42 manat tutdu və əsasən bir neçə yemək hazırlayacaqdım. Həmişə bir neçə yemək hazırlayanda soruşurlar ki, qonaq olacaq ya nəsə. Yox, sadəcə özümüz üçün bir çeşid olanda rahat olmuram. İstəyirəm ki, bir neçə çeşid olsun və mütləq şəkildə şirniyyat da olsun süfrədə çayla içməyə. Ona görə də həm cheesecake istəyirdim, həm də Sezar salatı çoxdandır ağlımda idi. Dedim ki, nəhayət bu gün hazırlayım, risk edeyim, amma hazırladım. Həqiqətən çox yaxşı alındı. Bu vloqda düzdür göstərə bilməyəcəm, amma digər vloqlarda çəkib göstərəcəm onu da sizin üçün. Bazar Store'dan belə bir badımcan çürüsü aldım. Çox xoşlayıram badımcan çürüsünü. Buna görə də bu dəfə bunu sınamaq istədim. Bu çox belə püreye çevrilmiş haldadır. Badımcan çürüsündə biraz xoşlayıram ki, o dadı tam hiss eləyəsən də, tam o püreye çevrilməsin. Amma içində açıb göstərəcəm. Dəhşət elə bil ki, bu meyvə püresi kimi bir şey alınıb. Bizim tarlanın məhsulunu daha çox xoşlayıram. Düzdür, bunlar ikisi də eyni şirkətin markasıdır. Gülüm də bizim tarladır. Amma bizim tarlanın badımcan çürüsünü daha çox bəyəndim. İçi də bu cürdür. Çox belə sanki meyvə püresinə bənzəyir. Çox belə püreye bənzəyəndə də dadını tam almaq olmur. Biz bina evində qalırıq və elədir ki, bina evində rahat kabab falan çəkmək olmur. Ona görə də mən sobada kabab hazırlamaq istədim. Toyuq kabablarını, toyuq budlarını aldım. Onun dərisini və baş hissəsini təmizlədim, soydum. Sonra pul biber, duz və biraz kəklik otu və qatıqla onu bastırmaya qoydum. Mən bir gecə bastırmada saxladım. Siz ən azı 5-6 saat bastırmada mütləq saxlayın. Amma inandırım sizə o qədər yumşaq və çox dadlı oldu ki, qatıq həqiqətən çox yaxşı qızardır əti və çox yumşaq saxlayır. Və dana əti ilə də kabab falan hazırlasaz və ya quzu əti ilə qatıqla yenə yoxlaya bilərsiniz. Xüsusən dana ətindən də çox yaxşı olur. Toyuqla da dəhşət dadlı oldu. Əvvəl qatıqla bastırmaya qoydum bir gecə. Sonra bişirənə yaxın çıxartdım. Yağ və tomatdan ibarət sos hazırladım və ona üstünü soslayıb yağlı kağızın üstündə duxovkada 220 dərəcədə 25 dəqiqə bişirdim. Biraz daha bişmişsiz xoşlasaz, harca 30-35 dəqiqə bişirin. Ondan daha çox bişirməyin ki, qurumasın. Bişəndən sonra ən sonda soğanları doğradım. Üstünə yenə biraz kəklik ot əlavə elədim. Qazana yığdım. Tam biraz soysun deyə, çünki qaynar idi. Tam soysun, həm də o qoxusu biraz çəkilsin bişəndən sonra. İstəsəz siz tam belə kabab qoxusu gəlməyi üçün balaca bir kömürü yandırıb qazanın içinə bir balaca qabda ətin üstünə qoyun. Onda kabab qoxusu rahat gələcək.
Soğanları incə-incə yarım ay şəklində doğrayıb, üstünə biraz da kəklik otu və pul biber gəzdirdim və qazana düzdüm. Toyuqları isti-isti qazanın içinə qoydum. Həm biraz soyusun, qoxusu gəlməsin deyə. Siz istəsiniz tam o kabab qoxusu gəlsin deyə balaca bir qabda kömür yandırın. O qazanın içinə, ətlərin üstünə qoyun. Onda tam olaraq o kabab dadını hiss eləyəcəksiniz. Daha doğrusu qoxusunu. Amma həqiqətən dediyim kimi dadı çox qəşəng olmuşdu. Həyatımda bu qədər yumşaq və sulu toyuq yeməmişdim. Evdə sınasaz çox razı qalacaqsınız yəni bu reseptdən. Günorta yeməyini mən hazırladım. Axşam yeməyini isə sağ olsun yoldaşım hazırladı. Arnavut ciyəri hazırladı, türk yeməyi. Bu da çox dadlı idi. Ciyərin deməli zərini təmizlədi təmiz və onu unla bastırdı, unladı ciyəri. 3 dəqiqə qızğın yağda qızartdı, çox qızartmadı. Daha sonra kartoşkaları kub-kub doğrayıb onu da ciyərlə birlikdə qızartdı və üstünə belə bir salat hazırladıq. Çox dadlı idi bu da. Vlogu sonuna qədər izlədinizsə təşəkkür edirəm. Minnətdaram hər birinizə. Kanalıma abunə olmağı və rəy bildirməyi unutmayın. Hələlik.